Aha. Deməli bu 2023-cü ilin ilmin keçirdiyi may qəbuludur və həmin sualların izahına baxacağıq indi. Birinci sualda yenə bizdən uyğun olan relyef profilinin qrafikini qurmağımızı istəyir. Yenə rəqəmə yaxın olan hərfə baxırıq birinci. Baxırıq ki, ədədə yaxın, yəni 90-a yaxın olan B-dir. Və B 90-a yaxındır. Yəni 90-ın üzərində yerləşmir. Ona görə A cavabı səhvdir. D cavabı səhvdir. Y cavabı səhvdir. Və burada B cavabı da səhvdir. Çünki B-də elə B 100-ün üstündədir. Avtomatik doğru cavab olur C variantı. İkinci suala baxırıq. Ölkələrə uyğun gələn adaları müəyyən edin deyir. Deməli, Rusiyanı Saxalindən yadda saxlayırıq. 4-ə B gedir bunlar. Sonra İtaliyada Siciliya adasıdır. 3-ə C variantı olmalıdır. Avtomatik C variantı doğru cavabdır. Fransada olacaqdır Korsika. İspaniyada isə Kanar adaları olacaq. Verilən xüsusiyyətlərin aid olduğu region dəniz nəqliyyatı mühüm rol oynayır. Hidroenerji meşə resursu ilə zəngindir. Deməli, bu ya ekvatorial bölgə, ya bu tayqa meşələri, qütbə yaxın bölgələrdir. Aqroiqlim ehtiyatları məhduddur. Deməli, bura artıq soyuq yerdir. Selüloz kağız sənayesi geniş inkişaf edib söhbət şimali Avropadan gedir. Gəlirik 4. Doğru sıraları müəyyən edin. Gəl eləyək. Deməli, yayı quraq keçən soyuq iqlim yalnız Naxçıvandadır, başqa yerdə yoxdur. 4-ü cavablardan çıxırıq. Avtomatik bilirik artıq 2 doğrudur. Türyançay qoruğu da Zaqatala Lahıcda yox, Kür çökməsinə aiddir. Ona görə 3 də yanlışdır. A variantı doğru cavabdır. 5-ci suala baxırıq. Ural dil ailəsinə aid olan C-dir. Altay dil ailəsinə aid olan türklərdir. B-dir. Hind-Avropa dil ailəsinə aid olan isə burada Braziliya olacaqdır. A variantı. Deməli, 1-ə A, 2-yə B, 3-ə isə C olacaqdır. D variantı doğru cavabdır. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Gəlin eləyək. Böyük Qafqazın şimal-şərq yamacın çayları, Qusar çay, Qudiyal çay, Qara çay və s. Kiçik Qafqazın cənub-qərb yamacın çayları, yəni Qarabağ zonasının çaylarını istəyir. Bizim bütün çaylarımız daxili axarsuz hövzəyə aiddir. Bizim bütün çaylarımızdan suvarmada istifadə eləyirlər. 3-ə A, D versən, doğru cavab çıxır. Y variantı. Qidalanmasında qarbuzlaq suları iştirak edən Böyük Qafqazın şimal-şərq yamacın çaylarıdır. Birbaşa Xəzər dənizinə töküldükləri üçün mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. Kiçik Qafqazın cənub-qərb yamacının çayları isə daha çox çirklənməyə məruz qalmışdır, çünki tranzit çaylardır və hövzələrində maqmatik metamorfik suxurlar var. Ona görə Y variantıdır. 7. Doğru olmayan sıranı müəyyən edin. Muğan düzü Kür çökməsindədir, doğrudur. Şollar düzü Ön Qafqaz çökməsindədir, doğrudur. Yan silsilə Böyük Qafqaza aiddir, Murovdağ Kiçik Qafqaza aiddir. Kür-Araz ovalığı isə elə Kür çökməsinə aiddir. 1 artıq yanlış cavabdır. 8-ci sualda A nöqtəsində havanın temperaturu 14,5 Selsidir. B nöqtəsində isə 11,8 Selsidir. Bunları hesablamaq üçün öncəliklə nə etməliyik? Bu hərflərin hamısını bir istiqamətə toplamalıyıq. Yəni, B-yə baxıram, 1 ikinci horizontalın üstündədir. B-ni buradan götürüb 1 ikinci horizontalın üstünə yaza bilərəm. Artıq bu tərəfdən bir işim yoxdur. Sadəcə bu hissədə hesablama aparacam. A ilə B arasındakı temperatur fərqini tapsaq biz, əgər 14,5-dən çıxacam 11,8-i, 2,7 eləyir. Sonra biz temperaturun qaydasında bilirik ki, 1000 metrə 6 Selsi düşür. Hesablayırıq ki, neçə metrə 2,7 Selsi düşər. Çarpaz vurub hesabladığımız zaman alırıq ki, x bərabər olur 900 metrə. Deməli, x 900 metr olacaqdır. Daha doğrusu 900 yox, üzr istəyirəm burada. 4500 metr. 900 çox oldu. 4500 metr olacaqdır. 450 metr. Bunları qarışdırdım. 450 metr olacaqdır. Deməli, A ilə B arasında 450 metr məsafə var. Yəni, bir dənə ara
450 metrdir. Bir ara 450 metrdir. Deməli, kəsmə yüksəkliyi elə aranın özünə bərabərdir. 450 metrə bərabərdir. C nöqtəsində atmosfer təzyiqini hesablayın. Burada dəniz varsa, dənizin olduğu yer 0 metrdir və 760 millimetr civə sütunu təzyiq var deməkdir. Gəlin C-yə qədər o 760-dan nə qədər azalacağını hesablayaq. Yəni C-nin hündürlüyünü hesablayaq. Burası 0-dır. A'nın olduğu yer 450, B'nin olduğu yer 900 metr olacaq. C'nin olduğu yer deməli olacaqdır. Daha doğrusu B'dən sonraki üstünə gələ-gələ gedirik. Yəni neçə dənə ara var? 1, 2, 3, 4, 5 dənə ara var. 5-i vururuq 450-yə. Eləyir 2250 metr. 2250 metrdə təzyiqə çeviririk. Təzyiq 10 metrdə 1 millimetrdir. 2250-ni böləcəyik 10-a, eləyəcək 225 millimetr civə sütunu. C-yə doğru gediriksə 225 millimetr civə sütunu təzyiq azalacaqdır. 760-dan 225-i çıxacağıq. 225-i çıxacağıq. Burada qalacaqdır deməli 35 və 5. 535 eləyəcək. D variantı doğru cavabdır. 9. Naxçıvan iqtisadi rayonunda təsərrüfatın inkişafına əlverişli imkan yaradan amillər aqroiqlim ehtiyatlarının yüksək olmasıdır. Naxçıvanda bilirik ki, meşə yoxdur. Zəngin mineral xammal ehtiyatları var. Meşə olmadığı üçün qara torpaqlar da yoxdur. 1, 3, 5 doğru cavabdır. Y variantı. 4-cü dövrdə Şimali Amerikanın iqliminin kəskin soyumasının nəticəsi buzlaq mənşəli göl çökəkliklərinin yaranması və sahil xəttlərinin parçalanması idi. AB nöqtələr arasındakı hündürlük və temperatur fərqini müəyyən edin. A 650, B 350-dir. Deməli, bunları bir-birindən çıxacağıq. 650-dən 350-ni çıxacağıq. Eləyəcək 300 mm. 300 mm təzyiqi göstərir. Təzyiq hər 10 metrə 1 mm düşür. X metrədə 300. Yəni 300 mm 10-a vuraraq neçə metr olduğunu tapa bilərəm. Tapıram ki, 3000 metr eləyir və temperatur 1000 metrə 6 Selsi olduğu üçün 3000 metrədən 18 Selsi olacaqdır. Yəni 3-ü 6-ya vuracağıq. 12-ci sual. Issıq kol və Qarda göllərinin yerləşdiyi ölkələr üçün ümumi xüsusiyyətləri müəyyən edin. Issıq kol yerləşir Qırğızistanda, Qarda gölü yerləşir İtaliyada. Bunlar üçün ümumi xüsusiyyətlər istəyir bizdən. Gəl baxaq, ərazidə fəaliyyətdə olan vulkanlar var. Qırğızistanda fəaliyyətdə olan vulkan yoxdur. 5 yanlışdır. Daha sonra yüksəklik qurşağı aydın müşahidə edilir. Hər ikisində dağlıq var, bəli. 3 doğrudur. Codyarpaqlı meşə kolluqlar ikisinə də aid deyil. Çünki bu İtaliyaya aiddir. Aralıq dəniz sahillərinə aiddir. 2 yanlışdır. 1, 3, 6 doğru cavabdır. 13-cü suala baxırıq. Şimal yarımkürəsində olan səyyah günorta vaxtı kölgənin 180 dərəcə azimutu göstərdiyini müşahidə etmişdir. Səyyah hansı coğrafi enliklərdə ola bilər? Əgər kölgə 180 dərəcəni göstərirsə, tutaq ki, burada bir adam şəkli çəkək. Bunun kölgəsi əgər 180 dərəcə, yəni cənuba doğru düşürsə, deməli günəş özündən şimaldadır. Günəş də şimalda maksimum 23,5 dərəcə şimal enliyində ola bilər. Oradan yuxarıda ola bilməz. Deməli günəş 23,5 dərəcə şimal enliyindədir ki, şimal yarımkürəsində yerləşən belə deyək, dayanan bir adam öz kölgəsinin cənuba düşdüyünü görür. Bəs yaxşı, səyyah harda ola bilər? Hansı coğrafi enliklərdə ola bilər? Əlbəttə ki, 23,5-dən kiçik coğrafi enliklərdə ola bilər. Yəni 30-da ola bilməz, 36-da ola bilməz, 25-də ola bilməz. Doğru cavab 1, 4, 5-dir. D variantı düzgün cavabdır burada. 14. Uyğunluq gözlənilmişdir. Avarlar Şəki-Zaqatalada yaşayır, Qafqazlılar da bəli doğrudur, dil ailəsinə mənsubdular. Saxurlar Gəncə-Daşkəsəndə yaşamır, Şəki-Zaqatalada yaşayır. Ona görə 4-cü cavablardan çıxırıq, 5-i də götürürük. 1, 3, 5 avtomatik doğru cavabdır. 15-ci sualda Ukrayna mülayim enliklərdə orada buğda və şəkər çuğundur əkilir. 1-ə A, D verilməlidir. Şri-Lankada məlum məsələ çay mövcuddur. Kubada isə şəkər qamışı var. D variantı doğru cavabdır.
Ondan sonra keçirik 16. Azərbaycana daxil olan hava kütlələri ilə bağlı uyğunluğu müəyyən edin. Temperaturun aşağı düşməsinə və yağıntıların artmasına səbəb olur. Bu dəniz havalarıdır. Yəni məsəl üçün bunu 3-ə vermək, 2-yə vermək olar, əgər versək. Qışda havanın temperaturun artmasına səbəb olur. Bu istidir. İlin isti aylarında temperatur yüksəlməsi, soyuq aylarında isə aşağı düşməsinə səbəb olur. Bu Mərkəzi Asiyadır. Çünki kontinental havadır. Qışda havanı daha da soyudur, kəskinləşdirir, yayda isə havanı istidir. Ona görə 1-ə aid olacaqdır mütləq şəkildə C. 2 isə baxaq, mülayim dəniz hava kütlələri temperatur aşağı salır, yağıntı miqdarını azaltmaz. Bu heç birinə aid deyil. Ona görə 2-yə aid olacaqdır Y, bayaq qeyd etdiyimiz. 3-ə isə aid olacaqdır A. Kontinental Arktika havası şimaldan daxil olur, şaxtalı və soyuq hava yaradır. B variantı doğru cavabdır. 17-ci suala baxırıq. Beynəlxalq dəniz yolları üzərində yerləşməsi ölkə iqtisadiyyatına böyük gəlir gətirir. Söhbət Sinqapurdan gedir. Orada gəmi limanından böyük qazanc əldə edirlər. 1-ə 4 olmalıdır. Düzən relyefə malik olsa da ölkədə dəmir yolu nəqliyyatı zəif inkişaf etmişdir. Burada söhbət 5-dən gedir. Düzən relyefə malikdir, amma daha çox boru kəmər nəqliyyatından istifadə edirlər. 2-yə 5 və dəniz nəqliyyatından istifadə edirlər. Boru kəmərdən çox, daha doğrusu üzr istəyirəm, dəniz nəqliyyatına istifadə edirlər. Xarici ölkələrlə iqtisadi əlaqələrin bütün nəqliyyat növlərindən istifadə olunur. Əlbəttə ki, bu artıq güclü, inkişaf etmiş bir ölkə olmalıdır. Təbii ki, biz buna da Fransanı misal çəkə bilərik. C variantı doğru cavabdır. 18-ci sualda biz bu dərsi keçərkən demişdik ki, Mezozoyda müasir sözünü yadda saxlamalıyıq. Müasir sözü A variantındadır. 4-ə A veririk. 4-ə A olan cəmi bir dənə variant var. B variantı doğru cavabdır. 19-cu sual. ÜDM ilə bağlı sual istəyir bizdən. Gəlin həll eləyək. Deməli, ÜDM və ÜMM. ÜDM demişdik ki, ölkənin xaricdə və ölkə daxilində, daha doğrusu ÜDM ölkə daxilində olan xarici və yerli şirkətlərin qazandığı puldur. ÜMM isə ölkənin ölkə daxilində və xaricdə qazandığı puldur. A ölkəsində ÜDM-nin həcmi 450-dir. Bura 450-dir. ÜMM isə ölkə xaricindəki dəyəri ÜDM-nin 20%-dir. Yəni 450-nin birinci növbədə 20%-ni tapacağam. %20-yə vururuq ona görə. Burası sağ gedir 5. 5 ilə 450 gedir 90. Deməli, ÜMM 90-dır. ÜDM-nin 20% qədərdir. Ölkədə xarici şirkətlərin payı 180 milyarddır. Ölkədə xarici şirkətin payı 180 milyarddırsa, ÜMM-nin bir də ÜMM-in ölkə xaricindəki dəyəri. ÜMM-in dəyəri yox. ÜMM-in ölkə xaricindəki dəyəri. Yəni bura 90-dır. Və deyək ki, ÜMM-nin dəyəri nə qədərdir? Gəlin tapaq. 180-lə nəyi toplasam 450 eləyər? 450-dən 180-i çıxıram, 270 eləyir. Deməli, yerli istehsal 270-dir. ÜMM-in ümumi həcmi nə qədər olacaq? 270 ilə 90-ı toplayacam. Bu da eləyəcəkdir 360. B variantı doğru cavabdır. 20. Azərbaycanın geoloji quruluşuna aid xüsusiyyətlər. 4-cü dövrün vulkanik süxuru Qarabağ vulkan yaylasındadır. Bir yanlışdır, bunlar çıxdı. Zəngəzur və Talış dağlarında paleogen yaşlı süxurlar var. 2 doğrudur. Avtomatik A variantı çıxır. Ceyrançı, Laçın, Horda, Qobustanda neogen yaşlı süxurlardır. Qarabağ yaylasında isə 4-cü dövrün vulkan süxurlarıdır. Proterozlu yerasından heç nə yoxdur. Bizdə bu sarmaylı düzənliyində Mezozoy yaşlı süxurlar geniş sahə tutur. Bəli, 3 də doğrudur. Sadəcə 3 ilə uyğun bir cavab yoxdur. 21-ci suala baxırıq. Şimal yarımkürəsində yerləşən A məntəqəsində günəş şüalarının il ərzində maksimum düşmə bucağı 53,5-dir. Bu məntəqədə günəş Bakı şəhərinə 100 dəqiqə tez çıxır. A məntəqəsinin coğrafi koordinatını tapın. Gəlin hesablayaq. Şimal yarımkürəsində yerləşir A məntəqəsi. Günəşin düşmə bucağı 90 çıxılsın alfa plus minus beta ilə hesablayırdıq. Alfa x şimal yönlüydür. Yəni, hara olduğunu bilmirik, sadəcə şimal olduğunu bilirik. Və cavabı bilirəm ki, maksimum düşmə bucağı hesablanırdı. 90 çıxılsın alfa minus 23,5 ilə. Əgər bundan hesablasam, cavab 53,5-dir. Gəlin hesablayaq. 90 çıxılsın alfa minus 23,5 bərabərdir 53,5-ə. Alfa çıxılsın 23,5 bərabərdir. 90-dan 53,5 çıxanda yəqin ki 36,5 qalar. Alfamız bərabərdir. 36,5-in üstünə
23,5 gəlirik. Eləyir 60 dərəcə. Və bunun şimal olduğunu bilirik. Yəni, bura 60 dərəcə şimali. Artıq məntəqənin enliyini tapdıq və deyir ki, Günəş Bakıdan 100 dəqiqə tez çıxır. Yəni, bizdən 100 dəqiqə şərqdədir. 100 dəqiqəni dərəcəyə çeviririk. 100-ü bölürük 4-ə, eləyir 25 dərəcə. Biz 50 dərəcə şərq uzunluğundayıq. Bizdən 25 dərəcə şərqdə olanı tapmaq üçün toplayırıq. Eləyir 75 dərəcə şərq uzunluğu. Y variantı doğru cavabdır. 22-ci sualda isə landşaftlar verilir və hündürlüklər verilir. Bu landşaftların içində ən aşağıda yerləşən yarım səhradır. Bu hərflərin içində də ən aşağıda yerləşən C-dir. Yəni 3-ə mütləq şəkildə C olmalıdır. 3-ə C olan bir dənə variant var. A variant. 23-cü suala baxırıq. 2017-ci ildə Azərbaycanda avtomobil yollarının ümumi uzunluğu bu qədər olmuşdur. Avtomobil yollarının sıxlığını hesablayın. Yəni hesablayaq. Deməli, biz burada nə etməliyik? Verilən rəqəmi 454-ü böləcəyik 86,6 bu kilometrdir. Bu da 1000 kilometr kvadratıdır. İndi burada metr böl kilometr kvadratı ilə verib bizə. Kilometri metrə çevirəndə elə 1000 metr deməkdir. Bu kilometrlə bu 1000 sözünü ona görə ixtisar eləyə bilərik. 16454-ü 86,6-ya böləndə eləyir təxmini 190. Deməli, burada orta sıxlıq olacaqdır 190. 24 ştixlənmiş ölkə burada Özbəkistandır. Burada Özbəkistana aid xüsusiyyətlər istəyir. Balxaş gölü Qazaxıstanda yerləşir. Özbəkistana aidiyyatı yoxdur, yanlışdır. Özbəkistanda Qızılqum səhrası var. Pambıq istehsalına görə fərqlənir. Və Özbəkistan Federativ Respublika deyil, yanlışdır. Ona görə 2, 3, 5 doğru cavab olacaqdır. 25-ci suala baxırıq. 25-ci sualda bircə saniyə bu lövhəni təmizləyək. 25-ci sualda deyir ki, A zirvəsi qar xəttindən yuxarıda yerləşir və burada atmosfer təzyiqi 760 yox, yəni 610 millimetrdir. Deməli, qar xəttindən yuxarıda yerləşir və bunun ətəyi 0 metr olsa, burada təzyiq 760 millimetr civə sütundur. Zirvəsində isə 610 millimetr civə sütundur. Deməli, A zirvəsinin hündürlüyünü tapa bilərəm. 760-dan 610-u çıxacam. Vuracam ona metrini tapmaq üçün. Bu eləyir 1500 metr. Deməli, A-nın hündürlüyü 1500 metrdir. Gəl indi B-nin hündürlüyünə baxaq. B-nin hündürlüyündə isə deyir ki, B zirvəsi qar xəttindən aşağıda yerləşir. Yəni, burada ümumiyyətlə qar xətti yoxdur. Və zirvəsində atmosfer təzyiqi 320 millimetr civə sütunudur. Deməli, gəl indi B-nin hündürlüyünü tapaq. 760-dan çıxırıq 320-ni, vururuq ona. Bu eləyir, deməli, 440. 440-ı da ona vuranda 4400 metr. Deyir ki, A-nın hündürlüyü 1500-də, amma zirvəsində qar yaranır. B-nin hündürlüyü 4400 metrdir, amma zirvəsində qar xətti yaranmır. Niyə bu belədir? Çünki A zirvəsi qütbə yaxındır, soyuq iqlimə yaxındır. B zirvəsi isə daha isti, daha ekvatorial bölgələrə yaxındır. Deməli, burada deyəcək ki, A qütbə yaxındır. Təbii ki, qütbün özündə olsaydı, qar xətti ilə dağın ətəyindən başlayacaqdı. B isə ekvatora yaxındır. İndi xüsusiyyətlərinə baxaq. B zirvəsi mütləq hündürlüyü 4400-dür. Bəli, bu birincisi doğrudur. B zirvəsi ekvatora yaxındır. Bəli, bu da doğrudur. Hər iki zirvə eyni coğrafi enlikdə deyil. A zirvəsi qütbə daha yaxındır. Doğrudur. A zirvəsində qütb gecə gündüzləri ola bilər. Ona görə 1, 2, 4 burada doğru cavab olacaq. 26-cı suala baxaq. Hərdə sxemə əsasən adam başına daha az meşə sahəsi düşən ölkələri müəyyən edin. Meşəsi az olan ölkələr götürməliyik burada. 5-i və 3-ü cavablardan çıxırıq. Çünki meşə sahəsi ilə çoxdur onlarda. Həm də 2-ni çıxırıq. 1, 4, 6-nı götürəcəyik. Çünki 6-da meşələrin sayı çox olsa belə, əhali sayı da çox olduğu üçün adam başına daha az meşə sahəsi düşür. 27-ci sualda Jutlandiya, Koreya və Taymır yarımadalarını veribdir. Gəlin baxaq. Yağıntılar il boyu bərabər paylanır. Deməli, bu Jutlandiyaya aid olacaqdır. 1-ə Y gedəcək. Qütb gecə gündüzləri müşahidə edilir. Bu Taymıra aiddir.
Musson küləkləri əlbəttə ki, Koreya aiddir. Cənub hissəsindən gəmçilik kanal keçir. Bu Jutlandiyaya aid olan cavabdır. B. Ərazisində materikin ucqar nöqtəsi yerləşir. Bu da Taymır yarımadasına aiddir. 3-ə də A. 1-ə B-yi, 2-yə D, 3-ə isə A olacaqdır. Uzunluğu 200 kilometr olan A çayı Azərbaycanda Kür çayının ən böyük sağ qollarından biridir. Burada deməli, bu çay mənbəyini 3120 metr yüksəklikdən götürür, 3 metr hündürlükdə Kür çayına tökülür. Ar çayının mənbəyinin yerləşdiyi fiziki coğrafi rayonun ən hündür zirvəsi Dəli dağdır. Araz çayının bəzi sol qolları da öz mənbəyini bu fiziki coğrafi vilayətdən götürür, rayondan götürür. Ar çay suvarmada elektrik enerjisinin istehsalı mühüm əhəmiyyətə malikdir. Burada söhbət Tərtər çaydan gedir. Mətndə verilən çayın keçdiyi rayonların filiz faydalı qazıntı yataqlarını müəyyən edib yazın. Burada Kəlbəcər, Bərdə və Tərtər rayonlarından keçir. Kəlbəcərdə mehmana yataq var, polimetal yataqdır. Sonra civə yataqları var, xromit yataqları var. Çayın meylliliyini hesablayın. Çayın meylliliyini hesablamaq üçün birinci düşməni tapırıq. Yəni 3120-dən mənbədən mənsəbi çıxıb çayın uzunluğuna bölürük. 3120-dən çıxacağıq 3-ü və böləcəyik biz bunu 200-ə. 3120-dən 3-ü çıxanda 3117 eləyir və onu da biz 200-ə böləcəyik. Deməli, eləyəcək 1, 11-in içində 5 dəfə, yenə 11-in içində 5 dəfə, 17-nin içində 8 dəfə və 5. Təbii ki, 2 dənə sıfırdan ayırdığımız üçün 15-dan 1000-də 585 eləyir. Ortalama 16 alınır. Ar çayının keçdiyi ərazilərə aid xüsusiyyətləri müəyyən edib yazın. İndi orada yəqin ki, xüsusi cədvəl falan istəyibdir bizdən. Əkinçiliklə məşğul olurlar, suvarma sistemləri salınır. Ar çayının keçdiyi iqtisadi, inzibati və fiziki coğrafi rayonları müəyyən eləyib yazın. Deməli, burada iqtisadi rayon olacaqdır Şərqi Zəngəzur iqtisadi rayonu və Qarabağ. Sonra inzibati rayonlar Kəlbəcər, Bərdə və Tərtər rayonları olacaq. Fiziki coğrafi rayon isə vulkanik yaylı olacaqdır və Qarabağ bölgəsi olacaqdır.